uşaqlar, bugün dünənki sınavın izahını verirəm. Demək, izomir maddələri göstərindir. Demək, birinci maddə 2 metil butandır. Demək, 2 metil butan, yəni alkandır. 5 karbonu var. Demək, 5 karbonun hansına rast gəlsək, demək, bunlar bir-birinə izomir olacaq. İkinciyə maddəyə baxırıq. 2,2 dimetil propan. Demək, propan uzun zəncirində 3 karbonu var, 2,2 dimetil. Demək, bunun 5 karbonu var, bir-birinə izomerdir. Növbətlərə baxsaq, butanın 4 karbonu var, propanın 3 karbonu var. 2,3 dimetil butanın isə uzun zəncir butanın 4 karbonu var, 2,3 dimetil də deyirsə də orada 2 dənə karbon var, 6 karbonu var. Demək, 1 ilə 2 bir-birinə nədir? İzomerdirlər. Sonra x qram 20% məhlula 100 qram suya əlavə etdikdə 15% məhlul alınır. X-i soruşur bizdən, yəni burada birinci məhlulun kütləsini. Demək, bizim belə bir düsturumuz var idi. M1 omega 1 bərabərdir M1 plus M su və omega 2. Və M1 bilmirik neçədir, x vurulsun omegası 20% olubdur. Sonra x plus suyumuz 100 qram imiş və ikinci qatlığımız isə 15% olubdur. Demək, 20x bərabərdir. 20x çıxılsın elə 15x bir dəfəlik burada yazaq birbaşa. Alınır 1500. 5x bərabərdir 1500-ə və buradan da x-imizi tapırıq. X-imiz eləyir 300. Demək, birinci məhlulumuzun kütləsi neçə qram imiş? 300 qram imiş. Sonraki testimizdə etan və etilen üçün ümumi olan nədir? Molekulunda 2 karbon atomu var. Etan CH3, CH3-dür. Etilen isə CH2, CH2-dir. Və molekulunda 2 karbon atomu var. Bu doğrudur. Qaz halındadır. Bəli, ümumiyyətlə karbohidrogenlərdə 4-ə kimi olanlar qaz halındadır. Ona görə bu da doğrudur. Bromruz suyu rəngsizləşdirir. Etilen rəngsizləşdirir, ancaq etan rəngsizləşdirmir. Ona görə bu səhvdir. Cavabımız olacaq 1 ilə 2. Sonra baxırıq 64-cü testimizə. Elementlərin kütlə nisbəti. Demək, 5-in 4-ün onda 8-ə nisbətidir. Baxıb görürük ki, 64 qram burada oksigen var və o 8 qalıb nisbətində. Demək, 8-ə bölüb də. Demək, bütün bu maddələrin hamısının kütləsini bu bölüb 8-ə. Demək, 5, 4, 8 imişsə, hamısını 8 dəfə artırsaq 64, 32 və bu da olub 40. Demək, x maddəsinin ayrı olub neçə? 40-a bərabər olub x metalının daha doğrusu. Sonra ikinciyə baxırıq, 2, 1, 2 nisbətindədir və baxırıq burada 32 qram, 64 qram oksigen olub və burada 2 qalıb. Demək, 32-yə bölüb də hamısını. Onda bununki olub 32, bununki 64 olub. Demək, oksigeninki 2-yə vuranda 64 eləyir. Bununki 32, bununki də 64. Aha, demək, Y metalımızın kütləsi isə 64 olub. Bizdən deyir, X-in Y-ə olan nisbəti, yəni 40-ı 64-ə. Eləcə nisbətdir, bölmür. 40-ı 64-ə, ikisi də 8-ə ixtisar gedər. 5-in 8-ə nisbəti şəklində qalar. 65-ciyə baxırıq. Hansı maddə mövcuddur? Cavablarınızın birini seçin. Demək, maddələrin formulunu yazacaq uşaqlar. 3 metil butin 1. Demək, butin 1 deyirsə də, demək, 3 qat rabitəsi birinci karbondadır. 3 metil deyirsə, metil radikalımız buradadır. Demək, birinci maddə mövcud ola bilər. İkinci maddəyə baxırıq. Elə cavab yəqin ki, odur. Çünki bir də ABC-dir. Maddə mövcuddur. 3 metil butin 1. Demək, cavab yəqin ki, A variantıdır. İndi B variantına baxaq. 2 metil butin 2-yə baxaq. Demək, butin 2 deyirsə də, demək, bunun 3 qat rabitəsi ikinci karbondadır. Və 2 metil də deyirsə, demək, biz metil radikalını bura atmalıyıq. Onda karbonumuz olur 5, demək, rabitəsi 5 olur da, 5 dənə rabitə çıxmalıdır karbondan. Karbon da 5 valentlik göstərmir, maksimum 4 valentlik, ona görə B variantı ona görə olmur. O birisi növbəti variantlara da baxanda görərik, uşaqlar hamısında el olacaq. Yəqin ki, karbondan 5 dənə radikalda rabitə çıxmalıdır. Ona görə o uyğun gəlməyəcək. Yəni, karbon 5 valentli olmur, ona görə cavabımız olur A variantı. 66-cı testə baxırıq. Demək, məhlulda elektroliz edir maddələr.
Birinci X-in katodda demək duzdur, məhlulun elektroliz məhsulları. Burada katodat anod demir, onsuz da oksigen həmişə anoddan çıxır. Bir də metal çıxır. Demək katodda metal, anodda çıxır oksigen. Bu pasiv metal olmalıdır. Demək A variantı uyğun gəlir, B variantı uyğun gəlir. Demək cavabımız ya A-dır, ya B-dir. Bu üçündə uyğun gəlmir. Çünki katodda metal pasiv metallardan çıxır. İkinci deyir ki, hidrogen çıxır. Hidrogen çıxırsa da burada bu aktiv metallardır. Bir də demişdik ki, maqnezium, alüminiumda elektrolizdə özünü aktiv metal kimi aparır. Ona görə də hidrogen çıxır. Burada hər ikisi uyğun gəlir. Hər ikisi aktiv metaldır. Və üçüncüdə deyir ki, oksigenlə hidrogen çıxır. Demək bu oksigenli duzuymuş. Ona görə də cavabımız olur. Demək B variantı. 67-ci testə baxırıq. Hansı maddə su ilə reaksiya tipi doğrudur? Natriumun su ilə reaksiyası əvəz etmə reaksiyadır. Natrium su ilə reaksiyaya girir, alınır natrium hidroksid, bir də hidrogen, yəni biri bəsit bir mürəkkəb maddədir və ona görə də su ilə reaksiyası əvəz etmə reaksiyasıdır. Kalsium oksid su ilə reaksiyaya girəndə alınır yalnız kalsium hidroksid, bu isə birləşmə reaksiyasıdır. Demək, birinci əvəz etmə doğrudur, ikinci birləşmə doğrudur və cavab da 2 variant götürülüb. Yəqin ki, cavab 1 ilə 2-dir. İndi üçüncüyə baxaq, nəyə görə birləşmə deyir. Kalsium karbiddir. Su ilə reaksiyaya girəndə alınacaq kalsium hidroksid və bir də demək C2H2 asetilen qazı, yəni bu dəyişmə reaksiyasıdır. Kalium oksidin su ilə reaksiyası da uşaqlar həmçinin birləşmə reaksiyasıdır. Burada da alınır kalium hidroksid. Ona görə də üçüncü ilə dördüncü səhv olur. Cavab olur 1 ilə 2. 68-ci testə baxırıq. 68-ci testində siz hələ keçməmişsiniz. Bu amin turşularıdır. Və deyək ki, maddəsini adlandırın. Amin sirkə turşusu. Bəli, bu şəkildə biz bunu adlandıra bilərik. Elə cavab olur A variantı. Amin sirkə turşusu. Sonra 69-cu testə baxırıq. Benzoy turşusu. Demək, deyir ki, X maddəsinin kalium permanganatın oksidləşmə məhsulundan alıb. Benzoy turşusu demək, nəyin oksidləşməsindən alınırdı? Bu toluolun. Toluolun kalium permanganatda suda məhlul olan oksidləşməsindən alınırdı benzoy turşusu və benzolun özü o reaksiyaya daxil olmurdu, ancaq deyirdik homoloqlara daxil olur və bu zamanlar aromatik turşular əmələ gəlir. Demək, birincidə olacaq toluol. İkinciyə baxırıq tereftal turşusu. Tereftal turşusunda uşaqlar parakrezolun, yəni hər iki tərəfində CH3 qrupu var. Bunun oksidləşməsindən, bu da qaydanın içərisində vardı, aromatik karbohidrogenlər bölməsində keçmişik biz bunu. Demək, bu zamanları 2 əsaslı aromatik turşu alınacaq, yəni COH, COH. Buna da biz deyirik nə? Tereftal turşusu. Demək, bu oldu parakrezol, ksilol, daha doğrusu krezol, ksilol. Bir də oldu toluol. Demək, birinci X toluoldu. Burada var toluol. Burada var toluol. İkinci paraksoid cavabımız olur A variantı. 70'ə baxırıq. Hidrogen atomlarının sayı bunda 6-dır. Bunda da 4-dür. 1 moldan ancaq deyir bərabərdir. Bərabər olmaqdan ötürü uşaqlar. Bundan x mol götürərik. Yəni 6-ya da bərabər eləmək istəyiriksə 4-dür. 4-ü 1,5-ə vurarıq. Bundan da 1,5x götürərik. Və deyir ki, qazlarının qarışılmasından alınan qarışığın M ortasını tapmaq lazımdır. Demək, yazarıq M orta bərabərdir. Birinci maddəmizdən x moldur. X-i də 10 əmrinə vuruq, eləyir 30x. Üstünə gəlsin. İkinci maddəmiz 1,5-dir. 1,5-i də 40-a vursaq, eləyəcək. Demək, 60x, 1,5x vursaq və 1x moldur. Bir də 1,5x moldur. Toplasaq, eləyəcək 2,5x mollar cəminə bölürdük də. O da demək 90 x-i bölürük 2,5-ə. 2,5 x-ə. X-lər buradan geçsə 90-ı bölsək haradasa düşəcək. Demək 90-ı bölsək 2,5-ə. 3 dəfə 75. 150-də də 6 dəfə. Demək olacaq 36 M ortaları. M ortası 36 olacaq, yoxsa 34 olacaq.
36 olacaq. Sonra 71-ə baxırıq. Boşluqlara uyğun ifadələri müəyyən edin. Neftin distilla prosesində ayrılan ilk fraksiya uşaqlar benzin olur. Qalıq hissəyə isə mazot deyirik. Yəni benzinlə mazot burada cavab olacaq B variantı. Sonra hansı reaksiyada azot həm oksidləşdirici, həm də reduksiya edicidir? Birinci reaksiyada alınır uşaqlar kalium nitrat, kalium nitrit, bir də oksigen qazı. Yəni burada bu müsbət 5 və müsbət 3 oksidləşmə dərəcəsinə gəlir. Müsbət 4-dən. Yəni həm oksidləşdirici, həm reduksiya edici olur. Ona görə birinci düzdür. İkincidə nitrat turşusu alınır. Nitrat turşusunda müsbət 4-dən müsbət 5-ə gəlib. Yəni burada yalnız olub reduksiya edici. Ona görə bu səhvdir. İkincidə alınır N2O ilə H2O. Yəni burada mənfi 3 olur. Burada olur müsbət 5. Yəni burada mənfi 3-dən də müsbət 1-ə gəlib. Müsbət 5-dən də müsbət 1-ə gəlib. Yəni həm oksidləşdirici, həm reduksiya edici olur. Qatı nitrat turşusu ilə demək natrium reaksiyasından alınır natrium nitrat. Sonra natrium nitrat, N2O və H2O. Burada isə yalnız olub oksidləşdirici, yəni müsbət 5-dən müsbət 4-ə gəlibdir. Ona görə cavabımız olur 1 ilə 3. O da olur D variantı. 73-cüyə baxırıq. Xlorid turşusu reaksiya daxil olan dəmirin kütləsidir 2,8 qramdır. Ayrılan qazın mol sayını tapın deyir. Biz bilirik ki, uşaqlar, dəmir xlorid turşusu ilə reaksiya girəndə demişdim ki, 2 kimyəvi element H-xlor, yəni xlorid turşusu 2 kimyəvi elementdən əmələ gəlir. Onda demək dəmir olacaq 2 valentli duzu. Yox, xlorla reaksiya girsə, onda dəmirin 3 valentli duzu olacaq. Demək, dəmir xlorid turşusunun burada reaksiya girdiyi üçün demək 2 valentindən istifadə olunur və biz də həmişə demişik ki, bu zaman çıxan hidrogen metalın valentinin yarısı qədər olur və dəmirin 1 molunun, yəni dəmirin 1 molunun, metalın 1 molunun turşu ilə reaksiyasından çıxan hidrogen metalın valentinin yarısı qədər olur. Yəni 56, dəmir burada 2 valentini istifadə elədiyi üçün 56 qramdan 1 mol hidrogen çıxacaqsa, onda 2,8-dən çıxacaq x mol hidrogen, o derəcə 0,5 mol. Qaz çıxacaq, çıxan qaz hidrogendir, olur D variantı. 74-cüyə baxaq. Demək, müxtəlif qablarda eyni kütlələri N2 və H2 demək, reaksiya girir, amonyak alınır. Birinci qabda hidrogenin qatılığı 2 dəfə, ikinci qabda isə temperaturu 30 dərəcə artırdıqda, demək, temperatur əmsalda 2 imiş, reaksiyanın sürətləri arasında münasibəti müəyyən edin. Demək, hidrogen qatılığını 2 dəfə artırdıqda uşaqlar hidrogen əmsalı 3-dür. Demək ki, reaksiyanın sürəti 2-nin kubu qədər artacaq. O derəcə 8 dəfə artacaq reaksiyanın sürəti. Çünki qatılıqla düz mütənasib idi. Kimyəvi reaksiyanın sürəti həmçinin temperaturla da düz mütənasibdir. Əgər temperatur 30 dərəcə artırarsa, onda demək burada temperatur dəyişməsi 30 olub, 30-u bölsə ona, bu da eləyəcək yenə 2-nin kubu yenə 8 dəfə artacaq. Kimyəvi reaksiyanın sürəti. Onda bunu V1, bunu da V2 ilə işarə eləsək, V1 ilə V2 nədir? Bir-birinə bərabərdir. 75-ci testə baxırıq. Molekulunda N sayda karbon atomu olan doymuş bir atomlu spirtin nisbi molekul kütləsini müəyyən edin. Bilirdik ki, spirtlərin, bir atomlu spirtlərin ümumi formulu CnH2n plus 2O-dur. Emeri də 14n plus 18-ə bərabərdir. O da olacaq D variantı. Sonra dövrü cədvəlin bir hissəsidir verilmişdir. X-in elektron formulu 2s2 2p+2-dir. Yəni 4-cü qrup elementidir bu. Və deyir ki, Y-in dövrü cədvəldə yerini müəyyən edin. Demək, uşaqlar, burada 2s2 2p+2-yə kimi, demək, burada bir s2-si də var imiş də. Demək, bunun sıra nömrəsi 6-dır. Bunun sıra nömrəsi 6-dırsa, biz də demişdik ki, kiçik dövrlərdə həmişə hər bir kimyəvi element, demək, bu aşağıda yerləşən kimyəvi elementin sıra nömrəsi, yuxarıda yerləşən kimyəvi elementin sıra nömrəsinin 8 vahid çoxdur. Yəni, bununki 6-dırsa, bununki 14-dür. Onda bununki 15-dir. Onda Y-inki olacaq 16. Və dövrü cədvəldə 16 olan kimyəvi elementin mövqeyini, yerini, yəni təyin eləmək istəyirsə, olacaq 2, 8, 6, 3s üstü 2, 3p üstü 4, yəni 3-cü dövr, 6-cı qrup, 3-cü dövr, 6-cı qrup, əsas yarım qrup.
O da olacaq Y variantı. Sirkə turşusunun formulunu göstərin. Uşaqlar, sirkə turşusunun turşular bölməsində qarışqa və sirkə turşusunu tanıyırıq. CH3COH-dır. 78-ci testə baxırıq. Demək, burada deyir, reaksiya daxil olan maddədə alınan duzun tipi və deyir, 2 əsaslı turşuları müəyyən edin. Demək, 2 mol natrium OH 1 mol da turşu götürülübsə və bu zaman turş duzu alınıbsa, demək, bizim 2 OH-ımız var. Demək, onda H-ımız 2-dən çoxdur ki, burada turş duzu alınıb da. Demək, onda bu 2 əsaslı turşu deyil. Ona görə birinci getdi. İkinci, 1 mol kalsium hidroksid, 2 mol da Y götürülüb, normal duz alınıb. Demək, 1 mol kalium hidroksiddə 2 OH-ımız var. Demək, burada turşunun 2 molunda 2 dənə H var. Demək, 1 molunda 1 dənə H var. Ona görə də bu da 2 əsaslı turşu deyil, getdi. İkinci, 2 mol kalium OH-la 1 mol Z reaksiya girir və normal duz alınır bu zamanları. 2 mol kalium OH-da 2 dənə OH var. Onda demək, turşunun da 1 molunda 2 dənə nə var imiş? H var imiş. Demək, bu nə imiş? 2 əsaslı turşu imiş. Bizdən də 2 əsaslı turşunu istəyir. Biri olacaq onda bu. İkinciyə baxaq. 1 mol alüminium hidroksid və 2 mol demək, turşudur. Bu zaman əsasi duz alınır. Demək, bunun 1 molunda 3 dənə OH var. 2 molunda demək, 2 molunda hətta belə 3-dən azdırsa da 2 molunda. Demək, elə bu bir əsaslı turşuymuş. Bu da uyğun gəlmir. Ona cavabımız yalnız nə olacaqdır? Bunu X, Y, Z-lə, burada işarələyib Z-dir demək, cavabımız olacaq yalnız Z variantı. 79-cu testə baxırıq. Eyler-Ver diaqramına uyğun olaraq maddələri deyir, müəyyən edin. Metalın oksidaşma dərəcəsi maksimal olub. Maksimal oksidaşma dərəcəsi baxırıq. Burada maksimal deyil. Burada maksimaldır. Burada da maksimaldır. Burada da maksimaldır. Və orada deyir, qeyri-metalın oksidaşma dərəcəsi də minimal olsun. Yəni kiçik olsun. Üçüncü də. Yox, üçüncü, ortada olanda. Demək, ortada o maddəni götürürük ki, metalın oksidaşma dərəcəsi maksimum, qeyri-metalın oksidaşma dərəcəsi minimum olur. Buna uyğun gəlir sinqez. Çünki sinqezdə bununki müsbət 2-dir, bununki də mənfi 2-dir. Sinq üçün maksimumdur, kükürt üçün minimumdur. İndi birinci xrom Q3-ə baxaq. Burada bununki müsbət 3-dür, bununki də mənfi 2-dir. Burada xrom üçün maksimum deyil. Xromun maksimum oksidaşma dərəcəsi müsbət 6-dır. Ancaq oksigen üçün minimumdur. Onda bunu bura yazarıq, 1-ə yazarıq. Demək, bura yazdıq 2, bura yazdıq 1. Sonra natrium Q2-də metal üçün maksimumdur, müsbət 1-dir. Natrium maksimum oksidaşma dərəcəsi. Ancaq oksigen üçün minimum deyil. Çünki mənfi 2 də var. Ona görə 3-ü yazırıq 1-ə. Kalsium karbiddə metal üçün maksimumdur, müsbət 2-dir. Kalsium maksimum oksidaşma dərəcəsi. Ancaq karbon üçün mənfi 1-dir. Karbon üçün minimum mənfi 4-dür. Ona görə də 3, 4 birinciyə gedəcək. Demək, cavab olacaq 3, 4. Sonra mərkəzdə 2 olacaq A variantı. 80-ciyə baxırıq. Deyir, hansı turşunun formulu doğru deyil? Hipofosfit turşusu H3PO2-dir, düzdür. Pirofosfat turşusu H4PO7-dir, bu da doğrudur. Metafosfat turşusu HPO3-dür. Bu yazıb H2PO3, ona görə burada variant olur C variantı. Sonra 81-ə baxırıq. Hansı maddənin məhlullarını qarışdırdıqda çöküntü alınır? Demək, baryumla mis sulfatı qarışdırsaq, burada baryum sulfat çöküntüsü alınar. Cavab olacaq 1 ilə 3 C variantı. 83-ə baxaq. 90 qram qlikozan qıcqırmasına maksimum neçə mol etil spirt alınır? Biz bilirik ki, 1 mol qlikoza qıcqıranda bu zamanları 2 mol etil spirt alınır və 2 molda nə alınır? Karbon qazı alınır. Və 1 mol glikoza 180 qramdır. Yəni 180 qramdan 1 mol etil spirti alınırsa, onda 90 qramdan olacaq X, o da eləyəcək 0,5 mol. Cavabımız olacaq 0,5. 84-ə baxırıq. Demək, hidrogenlə oksigenin reaksiyası nəticəsində bu zamanları 3 mol hidrogen reaksiya girir və deyir ki, hidrogenin yanma qrafikinə A-nı müəyyən edin. Bunu soruşur bizdən ki, başdan
İlkin nə qədər neçə mol bizim oksigenimiz olub. Demək 2-yə 1 mol oksigen sərf olunur. Sonra da 3-ə x mol oksigen sərf olunur. O da olacaq 1,5 mol oksigen reaksiya daxil olubdur. Və 3 mol da qalıbdır artıq. Demək onun da üstünə artıq qalanı da gəlirik. Demək başdan 4,5 mol nəyimiz olubmuş? Oksigenimiz olubmuş. O da bizim olur nə? A-mız. 85-ciyə baxırıq. 3 mol asetilinin tam yanmasından alınan suyun kütləsini tapın. Demək C2H2. Demək 1 mol suda 2 hidrogen var və asetilinin yanmasından uşaqlar 1 molunun yanmasından elə 1 mol da su alınır. Çünki asetilinin elə özünün də tərkibində 1 mol nə var? 2 hidrogen atomu var. 1 mol suda da 2 hidrogen atomu var. Bunu misallaşdırsaq buraya 2 yazarıq. Burada 2 yazsaq, artırsaq hamısını 2 dəfə burada olacaq. Demək 2, oksigen olacaq 3. İndi 1 mol üçün biz baxaq. Demək 3 mol asetilin tam yanmasından alınan suyun kütləsini, kütləsini bizdən istəyir. Demək 2 mola 36 qramdırsa, onda 3 mola nə olacaq? X olacaq. O da olacaq 48 qram su alınacaqdır 3 mol asetilinin yanmasından. Dəmir ki hidroksid üçün doğru olan ifadələri müəyyən edin. Demək suda yaxşı həll olur, xeyr səhvdir, çöküntüdür. Demək get-gedə qonurlaşan yaşılımtıl rəngdə dəmir 2 hidroksid. Xlorid reaksiya daxil olur, bəli, əsas hidroksiddə daxil olacaq. Amfoter əsasdır, xeyr, dəmir 3 hidroksid amfoterdir, dəmir 2 hidroksid əsasidir. Qızdırıldıqda parçalanır, bəli, suda həll olmayan əsaslar qızdırıldıqda parçalanır. Dəmir 2 hidroksid adlanır, bəli, dəmir 2 hidroksid adlanır, çünki dəyişkən valentlidir, metalın adını çəkmək lazımdır adlandıranda. 87-ci testə baxırıq. Bu sualın cavabı deyir, nümunədəki kimi yazın. Cavabı nümunədəki kimi yazın. Hansı uyğun gəlir? Demək, hansına reaksiya daxil olur? Bunun yəqin cavab kartında nəsə orada soruşur. Yəqin deyir, reaksiya daxil, natrium ilə reaksiya daxil olmur. Burada variantlara görə hansına uyğun gəlir? Birinci, etil asetilindir. Etil asetilin, burada asetilin sırası karbohidrogenlərin səmərəli adlandırılmasıdır. Etil asetilin deyirsə də bu butin 1-dir. Çünki butin 1 bu şəkildə demək adlandırırıq butin 1-i. Bəli, bu etil radikaldır, bu da etil asetilindir. Demək, buna aid oldu A variantı. Natrium ilə reaksiya daxil olmur. Natrium ilə reaksiya daxil olmur. Bunlarda 3 qat rabitə, birinci karbonda onda natrium ilə reaksiya daxil olur. Burada butində 3 qat rabitə mərkəzdə olduğu üçün, onun hidrogeni olmadığı üçün o natriumla reaksiya daxil olmur. Demək, B buna aiddir. Adi şəraitdə maye halındadır. Bunun heç bir maye halında deyil. Butin 1-də, butin 2-də, propindir. Bunların hamısı qazdır. Bu heç birinə getmir. Demək, molekulunda 2 sp3 S rabitəsi, sp3 sp rabitəsi var. Bu elə butin 2-dir. D variantı da buna getdi. Molekulunda bir sp3 birləşmə halında karbon atomu var. Bu da olacaq propin. Yəni propinin bir dənə sp3 budur. İkisi də sp-dir. Ona görə buna da gedəcək Y variantı.